Varikosel nədir? Varikosel xəyanın venoz damarlarının lazımdan çox genişləməsi ilə öz funksiyasını yerə yetirməməsidir. Bu hallarda bir bəydə əgər varikosel varsa, xəyada lazımdan çox isinməyə gətirib çıxardır. Yəni bildiyimiz kimi xaya bədənimizin çölündə olması gərəkən bir orqandır. Onun üçün də xəyalığın içərisindədir və orada istənilən temperatur 33, 34, 35 dərəcələrdədir. Amma ki, varikoselli xəyada bu temperatur istər-istəməz 35-dən yuxarıya 36-lara qalxır və ya bəzən də 36.5-lərə qədər qalxır və burada temperatur qalxınca xəya öz funksiyasını yavaşdan-yavaşa, xüsusən də sperm ifrazatında olan sperm ifrazatı bacarığını yavaş-yavaş endirməyə başlayır. Bəylərin demək olar ki, 15%-də biz varikosel görürük. Amma sonsuzluq ilə mücadilə edən bəylərin demək olar ki, 40-45, bəzən də 50%-nə qədər biz varikosel ilə üzləşə bilirik. Varikosel 80-85% sol tərəfdə olur. Qalan, yəni 5-10% sağ tərəfdə və qalan 5% isə hər iki tərəfdə ola bilir. Əgər biz sadəcə izolyə şəkildə sağ tərəfdə varikosel görürüksə, mütləq dərəcədə böyrək uzisinə pasiyenti keçirməliyik. Çünki böyrək daxilində olan bəzi kütlələr, onkologiyalar və yaxud da tümörlər sağ tərəfdəki varikosellərə səbəb ola bilir. Yaxşı, varikoselin yaranma səbəbləri nələrdir? Əslində hər kəs dediyi kimi, doktor, ayaq üstündə çox qalıram, ayaq üstündə çox işləyirəm və yaxud da idmanla çox məşğul oluram. Bunlar əvvəllər belə olduğunu düşünülürdü, amma ki bunun öz əksini təsir olsun ki, müasir təbabətdə tapmayıb. Bu daha çox genetik faktorlarla əlaqəlidir və bunu da sadəcə olaraq ayaq üstündə qalmağa və yaxud da ağır məşqlər etməyə bağlaya bilmirik. Varikosel erkən yaşlarda sonsuzluğa səbəb ola bilir. 40-lı yaşlardan sonra isə artıq xəyanın öz həcmini yavaş-yavaş itməsinə gətirib çıxarda bilir və xəya da öz funksiyasını, yəni balacalaşdanda da artıq bədəndə testosteron düşüşlərinə, testosteron azalmalarına gətirib çıxardır. Bəzən də varikoselin sperm pisləşdirmə ilə yanaşı xəyada müəyyən qədər ağrılar da səbəb ola bilir. Əgər bu ağrılar şiddətli şəkildədirsə və xəyada balacalaşma, yəni digər sağ tərəfə görə balacalaşma varsa, əməliyyat indikasiyası, yəni əməliyyat göstərişi də qoyula bilinir. Hər varikosel əməliyyat olunacaq deyə bir şərt də yoxdur. Yəni varikoselin biz təəssüflər olsun ki, bir medikamentöz, yəni dərman və müalicəsi yoxdur. Əgər bizə göstəriş varsa, yəni UZI nəticəsi, sperm nəticəsi bizə varikoseli deyirsə, biz əməliyyat etmək məcburiyyətinə qala bilirik. Varikoselin xəya üzərindəki fəsadları nədir? İləri varikoselli xəyada biz hərəkətliliyin, yəni sperm hərəkətliliyin azaldığını görürük. Morfologiyada düşmə görürük. Morfologiyanın özü nədir? Bildiyimiz kimi sperm mümkün qədər balaca və sürətli olmaq məcburiyyətindədir. Varikoseldə isə bu spermin sürətli getmə bacarığı ciddi miqdarda təsirlənir. Eyni qaydada spermin forması dəyişir və spermin içərisindəki genetik məlumat, yəni atadakı olan genetik məlumatlar bir növ pozulmağa başlayır. Bu da ki, hamiləliyin reallaşmasını qeyri-mümkün edir. Varikosel əməliyyatını bəs kimlərə uyğulanmalıdır? Biz əgər UZI-də damar genişliyini bəlli bir səviyyənin üzərində görürüksə, o UZI-də reflü, yəni geri axım varsa, yəni bildiyimiz o damar öz funksiyasını yerinə yetirə bilmir. Bunu gördüyümüzdə və spermada da ciddi şəkildə oligozospermi, yəni hərəkətsiz spermlər morfologiyanın pozuntusunu gördüyümüzdə biz varikosel indikasiyası, yəni varikosel əməliyyatının göstərişini qoya bilirik. Varikosel əməliyyatını icra edərkən önəmli olan tək şey bunun artıq müasir qaydada mikroskopik şəkildə icra olmasıdır. Yəni mikroskopik şəkildə icra olunan varikosel əməliyyatlarında rezidiv dediyimiz, yəni varikoselin təkrarlanma riski də ciddi miqdarda az olur. Özünüzdə varikosel olduğunu düşünürsünüzsə və evlənmə planları qurursunuzsa, bir androloqa yaxınlaşaraq həm UZI-dən, həm də sperm analizindən keçərək bunun sizdə varlığını yoxlaya bilərsiniz.